Deməli, işıq olmayanda nə edirik? Qapağı sürüşdürürük. Burada əl açarı var. Bunu salırıq bura və axıra kimi vururuq. Biraz aralaş. Bunu buranda axıra kimi vururuq və şaqq eləyəcək. Çünki motor bərk sıxıb buna. Fikir verin. Axıra kimi, dirənənə kimi eləyir. Çünki dirənənə kimi eləməyəndə içindəki mexanizm xarab olur. Və qapını açırıq. Gəl bu tərəfə. Açandan sonra biz bunu fiksasiya eləməliyik. Eləməliyik ki, qapı hərəkət eləməz. Aralıdan çəkilmiş vəziyyəti, səsim düşür. Külək bunu tərəfədə bilməz. Əgər biz bunu vurmasaq, külək bunu aparıb maşına sırpa bilər. Burası belə. Hər iki tayda eyni vəziyyətdir. Yəni oranı ayrıca göstərmirəm. Sonra bağlayanda nə edirik? Qapını bağladıq, örtdük, axıra kimi sıxdıq. Bunu yenə axıra kimi bağlayırıq. Çünki axıra kimi bağlamayanda içindəki mexanizm xarab olur. Bunu qoydum yerinə. Bizdə əl rejimindən istifadə olunub. İşıq olmayıb deyənə məcbur mexanikadan çıxmışıq. Ona görə hər iki tayda əllə işlədəndən sonra bax bu boyda lüft olur. İşıq yerinə gələndən sonra pultu basacağıq. Motor özü sıxacaq, kipləyəcək. Gətir fotoselləri göstər. Bax, çöldə fotosel var. Qapı açılan zamanı içəridən aradan keçəndə problem olmur. Bu fotosellərin funksiyası ancaq qapı bağlananda arasında maneə olarsa bağlanan zamanı o maneə görən kimi ucu qapını geri qaytaracaq. Ancaq bu ikisinin arasında və buralarda yəni görməyəcək. Bax, fikir ver. Pultu basıram. Qapı bağlanır. O da gəlsin. Gəlir. Mən aradan keçirəm. Avtomatik geri açır qapını. Yəni bunun funksiyası odur. Ancaq bu düymə. Bir dəfə basırsan açır. Ortada basanda stop eləyir. Bir də basanda geri hərəkət başlayır. Sonra bu pultları evdə sirtməyə qoyanda elə yerə qoymaq lazım. Üstünə nəsə dəyib düyməni təsadüfən basıb qapını açmasın. Başqa yatdan çıxan iş olmadı. Xeyirli olsun inşallah.